kənar qadınlarla əlaqə olubmu? Deyir, hə, olub, ancaq mən qorunmuşam. Yəni, hamıya buradan məlumat verim ki, qorunma vasitələri əsas hansı ki istifadə olunur, prezervativ adlanır. Bəzən onu kondom da adlandırırlar. Rezin materialdan olan qoruyucu vasitələr, belə deyək, haradasa 50-60% etibarlıdır. Yəni, 50-60% qoruya bilir bu vasitələr. Bundan artıq bunun etibarlılıq dərəcəsi yoxdur. Nəyə görə? Çünki bu yoluxucu olan canlılar, bunlar ifrazat içərisində, bədən temperaturu içərisində çox aktiv olurlar və çox da yoluxucu olurlar. Ona görə tam arxain olmaq ki, hə, mən qoruyucudan istifadə edəcəm və heç vaxt xəstələnməyəcəm. Yəni, bu tamamilə səhv fikirdir. Yəni, buna arxain olmayın belə bir şeyə. Çünki dəfələrlə belə hallar olubdur. İnsanlar yaxınlaşıblar, qoruyucu istifadə ediblər, amma analiz eləmişik, mikrob çıxıb, şəxs özünü pis hiss edib, problemləri olub. O belə, hətta mən deyərdim ki, bir neçə xəstəlik var ki, o xəstəliklərdə ümumiyyətlə qoruyucu heç 1% də effekt vermir. Yəni, əksəriyyətində 50-60% qoruyur. Amma bir neçə xəstəliklər var. Bunlar nədir? Sifilis xəstəliyi, bir də HPV virusu, yəni kandiloma, papilloma. Bu iki xəstəlikdə prezervativ, qoruyucu heç 1% də təminat vermir. Yəni, bununla olan insanlar 99% hallarda yoluxurlar, 99% hallarda. Yəni, belə bir məsələlər var. Ona görə dedim ki, insanlar bundan məlumatlı olsunlar. Və bu cinsi infeksiya yoluxma ilə əlaqədar başqa bir insanların səhvi barədə deyə bilərəm. İnsanlar çoxu düşünür ki, əgər mən özümü narahat hiss eləmədimsə əlaqədən sonra, yəni bir problem olmadısa, göynəmə, yandırma, ifrazatın gəlməsi, belə bir problemlər yoxdursa, demək, mən yoluxmamışam. Bax, belə bir şeydir. Yəni, bu tamamilə səhv fikirdir. Ola bilər ki, insanda göynəmə, yandırma olsun, amma analiz eləyək, onda heç bir mikrob olmasın. Ola da bilər ki, insanda göynəmə olmasın, yandırma olmasın, bir narahatçılıq olmasın, amma analiz vaxtı ondan mikrob tapılsın. Yəni, göynəmə və yandırma bu əsas əlamətlər deyil. Və nəyə görə bu belə olub? Son vaxtlar bu proses çox yayılıb ki, insan